İranın oyununda ciddi müzakirə olan məsələ var. Yəni İranın oyununda ciddi müzakirə olunub, amma qərar yəni düz idi. 22 kişidən söhbət gedir. Adam var ki, evində bir kişi ilə yola gedə bilmir. 5 dənə oyunda düz qərar verirsən, bir dənə səhv verirsən, o 5 düz qərardan danışan olmur. Mən öz məşqçimə hakimlik eləmişəm. Gələn mundialda, yəni 2030-da məncə robotlar idarə edəcəklər, artıq olur. Texnologiya yaxşıdır bir tərəfdən, hakimin işini asanlaşdırır, amma sizin bu müraciətinizdən sonra xarici səyahət eləmək məqsədi ilə, sırf pul üçün, bəlkə də üst tutanların sayı artacaq. Meydanda mən tamam dəyişirəm, başqa adam olurum. Salam, hər vaxtınız xeyir olsun. Topal podkastının növbəti buraxılışı ilə xoş gördük. Dünya çempionatı təkcə futbolçuların deyil, eyni zamanda hakimlərin də ən böyük səhnəsidir. Bəzən bir fit, bir qərar, bir epizod milyonlarla insanın yaddaşında qalır və uzun illər müzakirə olunur. Bu gün bizim podkastımızın qonağı FIFA referisi Azərbaycanlı hakim Gülnurə Əkbərzadədir. Gülnurə xanım, xoş gəlmisiniz. Xoş gördük. Təşəkkür edirik ki, dəvətimizi qəbul edib bizimlə burada iştirak elədiniz və eyni zamanda fürsətdən istifadə edib Azərbaycan Futbol Federasiyasına da təşəkkür edirik ki, buradan bizim üçün bu şəraiti yaratdılar. Sizin bizim verilişimizdə, podkastımızda qonaq olmağınızı. Gülnur xanım, yəqin ki, dünya çempionatını izləyirsiniz. Elə ilk istəyirəm ondan başlayam, o barədə fikrinizi öyrənək ki, siz bu dünya çempionatına bir azarkeş gözü ilə baxırsınız, yoxsa bir hakim gözü ilə baxırsınız? Mənə dəvət elədiyiniz üçün çox sağ olun. Mən bacardığım qədər oyunlara baxmağa çalışıram, çünki vaxta görə o qədər də çox mümkün olmur. Hamımızın problemi. Bəzən təkrarlara baxıram, epizodlara baxıram. Azarkeş gözü ilə təbii ki, baxmıram, çünki Azərbaycan çempionatı, xarici çempionat da olsa fərqi yoxdur. Biz hakim gözü ilə baxırıq, hakimin düzünü, səhvini baxırıq, özümüzdə nəsə öyrənməyə çalışırıq. Azarkeş gözü ilə baxmırıq yəni. Yəni bu sizdə bir vərdiş halına alıb belə baxmaq, yoxsa yəni necə deyim, özünüzü inkişaf etdirmək üçün belə yanaşırsınız? Yox, həm inkişaf etdim, həm də artıq vərdişdir. Yəni biz oyunlara azarkeş gözü ilə baxa bilmirik. Ancaq hakimə baxırıq, yəni futbola baxmırıq. Qol olanda məsələn mən baxıram ki, bu offside var ya yoxdur, qayda pozuntusu var ya yoxdur. Mən artıq o qola baxmıram. Ondan qabaq nə olub ona baxıram. Bu dünya çempionatında belə böyük bir hakim səhvi ilə qarşılaşmısınız? Hansısa bir böyük bir səhv olsun. Açığı danışırlar, çox mənim belə böyük bir Almaniya oyununda, Almaniya-Paragvay oyununda qapıçıya qarşı müdaxilə məsələsi var idi, ciddi müzakirə olan. İranın oyununda ciddi müzakirə olan məsələ var. Yəni İranın oyununda ciddi müzakirə olunub, amma qərar yəni düz idi. Qapıçı öndə idi. Bəli, onunla bağlı bir neçə açıqlama oldu. Nəyə görə? Yəqin bilmirlər ki, qapıçı axırıncı oyunçu kimdirsə onu tutmaq lazımdır. Yəqin qaydanı çoxsu bilmir. Amma qərar yəni çox adam bilmir, elə onu səsləndirsəz yaxşı olardı ki. Qərar yəni düzdür orada. Qapıçı qabaqda da, arxada oyunçu var. Hakim sondan öndəki oyunçunu tutur. Yəni qapıçı amili orada şamil olmur. Qapıçı da bir oyunçudur. Qapıçı öndədir və axırda oyunçu kimdirsə düzü bir offside idi. Amma yəni qərar düz idi. Nəyə görə mübahisə edirlər, mən onu başa düşmədim yəni. Hakim də bir insandır, hakim də səhv eləyə bilər, amma yeni texnologiyaların məhz futbola gətirilməsi bir qədər hakim səhvlərini xeyli miqdarda azaldıb. Amma istənilən halda, yəni məncə bu dünya çempionatında səhvsiz hakim qərarları ilə ötüşmür. Bəs sizin bu mundialda ən çox diqqətinizi çəkən elə bir hakim səhvi olubmu ki, məsələn, orada gərək o qərarı yanlış hesab edirsiniz hakim nöqteyi nəzərindən? Valla mən bir hakim kimi bu hakimin səhvini deməyim düz deyil. Yəni kim öz iş yoldaşını pisliyini istəyər. Amma yəni səhv həmişə olub. Yəni nə qədər texnologiya böyük olsa da səhv qaçınılmazdır. Bu səhv olacaq həmişə. Bir də bilmirəm mənə nə qədər razılaşarsınız. Məsələn, meydanda hakimlərin etdiyi bir səhv o qədər belə sərt reaksiya ilə qarşılaşırıq ki, yəni biz məsələn burada deyirik də hakim də əlbəttə səhv eləyə bilər, bunu biz belə deyirik, amma bu azarkeş tərəfindən baxanda azarkeşdə, yəni azarkeşlər, fanatlar arasında, yəni mübahisə məsələsində. Yəni hakim normal haldır, bizim üçün artıq normal haldır. Yəni o təzyiqə qarşılaşmısınız yəqin ki, çox böyük ehtimalla çox qarşılaşmısınız. Əsas mənim qərarım düz olsun, səhv də olanda komitə bizə deyir ki, səhvdir. Onda məsuliyyətini özünüz daşıyırsınız. Bəli, özümüz daşıyırıq, cəzasını alırıq. Yəni onlar nəsə deyəndə bizdə heç bir şey dəyişmir. Biz bilirik ki, onsuz da biz oyuna çıxırıqsa bu olacaq. 5 dənə oyunda düz qərar verirsən, bir dənə səhv verirsən, o 5 düz qərardan danışan olmur. Səhvdən danışan olur. Bəli. Təəssüf ki, yəni. Bizim üçün normaldır yəni. Yəni hansısa bir oyunda həmişə işləyirik. Falan komanda yaxşı oynadı. Falan komandanın mükəmməl müdafiə olundu, falan məşqçi çox qəşəng performans göstərdi, falan oyunçu ulduz oyunçu, amma heç vaxt eşitməmişik ki, məsələn, hakim bu oyunu möhtəşəm idarə elədi, mükəmməl idarə. Çox təsadüfi hallarda 1-2 oyun belə. Onu deyər möhtəşəmdir, 15-i deyər ki, yox belə deyil. Yəni qərarlar heç vaxt üst-üstə düşmür. Normaldır yəni.
Ümumiyyətlə belə bir fikir var ki, necə idman futbol şərhçiləri məsələn komandaları seçərkən, daha doğrusu oyunu şərh eləyərkən neytral olmalıdır. Eyni zamanda yəni hakimin də qarşısında duran əsas vəzifə, məqsəd neytrallığını qoruyub saxlanmalıdır. Necə düşünürsüz? Yəni elə bir komanda varmı ki, yəni onun oyununa necə idarəçilik alarsa, bu beynəlxalq arenaya da aiddir. İstər-istəməz yəni o komandaya olan simpatiyanızı yəni meydanda bir uzə verə bilərsiniz. Yox, valla hakimlər arasında elə bir şey yoxdur. Mən özüm öz məşqçimin komandasını idarə eləmişəm Qızlar Liqasında. Mən icazə vermədilər futbol oynamağa. Dedilər ya hakimlik seç ya futbolu. Mən hakimliyi seçdim. Mən öz məşqçimə hakimlik eləmişəm. Ona belə simpatiyam olmur yəni. Hakim gördüyü qərarı verir. Yəni baxmır ki, falan komandadır ya falan sizin komandadır. futbol keçmişiniz oldu. Bəli, futbol oynamışam. Yaxşı, bir futbolçu kimi meydanda olmaq çətindir, yoxsa hakim kimi? Hakim kimi təbii. Futbol 11 nəfər oynayır bir komandada, hakim 4 nəfərdir. Və o qədər insan idarə eləməlidir. Yəni burada söhbət 22 kişidən söhbət gedir. Adam var ki, adam var ki, evində bir kişi ilə yola gedə bilmirlər. Və 22 kişini meydanda 90 dəqiqə plus əlavə vaxtdan nəzərə alsaq, necə idarə eləmək? Yəni nə dərəcədə məsuliyyətlidir, çətindir? Çünki biz qaydalarla idarə edirik də, öz evdəki kimi, istədiyimiz kimi eləmirik axı. Yəni qayda nədirsə, qayda nə edirik? Amma hər öz qaydaları var da. Kim üçün keçərlidir, kim üçün yox. Amma meydanda bu qaydalar hamı üçün keçərlidir. Məşqçidən tutmuş hakimə qədər. Bir də Günay xanım, indi biz baxırıq dünya çempionatında da, yəni görürsüz ki, hakimliyin üzərinə biraz çox düşüblər. Yəni hakimlər artıq qulaqlıqlardan istifadə edirlər. Məsələn, varın hansısa bir qərarı varsa, mütləq onu gəlib meydanda elan eləməlidir. Hər kəs, yəni hakimlər biraz robot oxşuyurlar getdikcə. Yəni baxırsan meydanda hakim, yəni biraz da adam belə qəribə olur ki, o necə çatdırır? O qədər şeylə hərəkət eləmək, daim hərəkətdə olmaq, hamı ilə kontaktda olmaq. Üzərinə kamera yerləşdiriblər, hakimin kamera görüntüsündən oyunçunun vurduğu qol, zərbə göstərilir filan. Sizin bu inkişafa, yəni münasibətiniz necədir? Sizcə daha yaxşıya doğru gedir, yoxsa bu qədər ehtiyac yoxdur? Texnologiya yaxşıdır bir tərəfdən, hakimin işini asanlaşdırır, amma yəni baş hakimin işi həqiqətən də çətindir. Mən şəxsən mənim ürəyim sıxılar. Mənim üstümdə o qədər bir şey olsa qaçsam, adi bir belə deyək də, uşaq liqalarına baş hakim bəzən çıxıram da mən. Püşkü belə mən cibimə qoymuram, verirəm köməkçiyə dördüncüyə ki, məni narahat edir də onun səsi. İndi bu hakimlər yazır. Sözünə qüvvət. Yəni vaxt keçdikcə birazdan hakimlər meydanda Remboya oxşayacaqlar. Yəni mənə elə gəlir ki, məsələn, yəni silah, sursat, hər şey. Bu süni intellektin inkişafı ilə də adam baxır ki, bəlkə də bir müddət sonra artıq gələn mundialda, yəni 2030-da məncə robotlar idarə edəcəklər də artıq oyunu. Yox, robot idarə eləməz, inanmıram. Çünki robot bir şey eləyə bilərsə 5 şey eləyə bilməyəcək. Çünki onsuz bəli. Oyunun ruhu var, oyunda o qədər oyunçuları tanımaq var. Bilirsən ki, hansı oyunçu necədir. Robot robotluğunu eləyəcək. Onsuz da yeni qaydalar bir qədər futboldan cəmaatı soydu. Hə, futbol çox mexanikləşdirib. Biraz insanlar sanki artıq 90 dəqiqə oturub oyun izləmirlər. Hansı qaydanı deyirsiniz məsəl üçün? Yox, sırf şeyləri nəzərdə tuturam. Məsələn, var olsun, artıq məncə razılaşarsınız ki, azarkeşlərin böyük əksəriyyəti Azərbaycanda yox, dünyada belə. Məsələn, VAR sisteminə qarşıdırlar. Biz bunu sosial şəbəkələrdən də oxuyuruq, görürük. Yəni məsəl üçün o VAR sisteminə kimi. Bəs niyə VAR penalı verməyəndə qapılarına, ya nəsə verməyəndə deyirlər ki, niyə VAR vermədi? Çünki VAR var. Var amma qəbul etmək istəmirlər. Məncə VAR-ın olmağı çox yaxşı bir şeydir. Həm hakimləri qoruyur, həm də komandanın haqqına girilmir. Həm futbolda məncə də biraz çox kritik qərarları biraz azaldı, çox kritik səhvləri. Hər qərarı görmək asan bir şey deyil meydanda. Bir saniyə görürsən, bucağın var, sənin hansı bucaqdan oyuna baxmağın var. Çətin bir şeydir. Eyni zamanda hakimlərə şans tanıyır ki, bir neçə dəfə oyunçudur. Amma belə deyim də, mən dünya çempionatında Almaniya ilə Paragvay oyununda, qapıçım Jonathan Tahın qapıçı müdaxiləsinə görə hakim VAR-dan qayıtdı, qolu qeydə almadı. O da çox müzakirə olundu. Bir şeylə mən razılaşmıram, indi şəxsən öz fikrimdir də bu mənim. Orada məsələn hakim epizodu göstərəndə bəzi epizodlar var ki, bilmirəm Günay xanım sizin fikrimlə razılaşarsınız yoxsa yox. O bəzi epizodlar var ki, o oyun epizodudur. Yəni o sürətli olmalıdır. Yəni hakimə çox yavaşladaraq göstərilir o epizod. Yəni orada xırda bir toxunuş belə slow motion-da elə görsənir ki, sanki belə bir yəni ciddi bir şey baş verir. Hə, yəni çox ağır verilir görüntü. Niyə elə göstərir? Çünki elə epizod var ki, anında baş verir. Onu meydanda gözünə görmək olmur. Onu slow motion-a qoyanda o anı görə bilirsən. Hakim onu meydanda görə bilmək. Məsələn, qırmızı kartlarda heç vaxt slow motion-dan istifadə olunmur. Bəli. Çünki bu anı görəndə deyirsən qırmızıdır da bu. Şəkil bəzən qoyurlar. Bu hakim deyir necə vermədi. O maraqlı detal. Amma
Biz qırmızı kartlarda oyunçunun sürətinə baxırıq, ayağın tam açılmağına baxırıq, butusu ilə girib-girməməyinə baxırıq. Yəni slow motiondan o qərarı verilmir qırmızı kartlarda, çox vaxt sürətə baxılır. Əgər sürət, yəni qısa məsafədirsə, ayaq biraz büküldüsə, o kartın sarıya düşür. Ona görə slow motiondan həmişə istifadə olunmur. Amma xırda bir andırsa, o epizodu tutmaq üçün ona ehtiyac var. Çünki hakim onu meydanda o anını görə bilmir. Bir də Günel xanım, mən bu Epizoddan epizoda fərq var. Bəli, başa düşdüm. Təşəkkür edirəm. Bir də bu bir məsələ var, o məsələni dəqiqləşdirmək istəyirəm. Bilmədiyim üçün soruşuram. Mən də sırf o məsələni həmişə mənim marağıma gəlib. Yəni var hakimi çağırdıqda ola bilərmi ki, məsələn hakim desin ki, mən bu epizodu 100% gördüm. Ehtiyac yoxdur mənim gəlib baxmağıma. Məsələn, penalti qərarı vermişəm, 100% əminəm ki, bu penaltidir. Yəni təkrar epizodu mənə izlətmə. Yox, o elə olmur. Yəni hakim özünə %100 əmin ola bilər. Amma kameradan o başqa cür göstərir bilər. Yəni VAR-ın işi odur ki, onu hakimə göstərsin. Yekun qərar yenə hakimindir. Yəni də hakim verir. Yenə hakim verir, yəni gəlib baxacaq, yenə istədiyi qərarında qalacaq, görəcək ki, mənim gördüyüm kimi deyil, başqadırsa. Yəni VAR-da oturan hakim sadəcə öz fikrini deyir ki, mən belə gördüm. İşini demir, yəni işi odur, onu deməlidir. Deyir ki, mən bunu belə gördüm, amma qərarı sən ver. Yəni yenə də sən bax, sən qərarı ver. Qaydalardan danışırıq elə. Məsəl üçün, indi mən elə gəlir ki, VAR-dan əvvəl iki vəziyyət hakimlik, idarəçilikdən də məlumatınız xeyli var. Artıq özünüz də qeyd edədiniz az öncə ki, 18 ildən çoxdur ki, artıq hakimlikdəsiz. Və belə deyək, VAR və digər texnologiyanın futbola tətbiq edilməsindən sonra. Yaxşı, əlinizdə olsaydı, hansı məsəl üçün yeni qaydalardan hansını ləğv eləməyi üstünlük verərdiniz və yaxud da ki, ora hansı qaydanı mütləq şəkildə əlavə eləmək lazımdır, yəni daha ədalətlilik prinsipinə əməl olunsun deyə. Hansı qayda? Hə, yəni bir hakim kimi sizə həmişə məsələn o qayda narahat edir ki, yəni məsələn bu qayda gərəksiz idi, əlavə olundu və yaxud da bura gərək məsələn bu qayda olardı futbolda ki, yəni bizim də işimizi rahatlaşdırır. Gərəksiz deməsəm, əslində gərəkli olanları məncə deyə bilərəm. Çünki belə yadıma gəlmir, yəni gərəksiz olanlar. Bu üçüncüdən zərbələri zamanı səhv olanda əvvəl üçüncü zərbələrinə girilmirdi. Səhv altlara girilmirdi. İndi qayda dəyişib, üçüncüdən zərbələr girilir, ikinci sarılara girilir. Mən açıq o qərarı bəyəndim. Mən də bəyəndim. Yəni bu yaxşıdır, hakim işini çətinləşdirir. Oyunçuya ikinci sarı verməlisən, çıxartmalısan meydanda. Hakim bunu görmür. VAR da sarıya girmir. VAR ancaq qırmızı karta girir, VAR sarıya girmir. Amma indi ikinci sarıya VAR girə bilir. O yəni yaxşı qərardır. Sonra üçüncüdən zərbə var idi. Qapısının vaxt uzatması, yerə yıxılması, simulyasiyaya görə küncdən zərbə falan, yəni bu qaydalar. Üçüncüdən zərbə də mənə çox xoşuma gəldi. Elə epizod olurdu ki, məsələn rəqibdən çıxırdı top, amma üçüncüdən zərbə verilirdi. O gəlib məsələn həmin epizod qolla nəticələnirdi. Olmayacaq. Yəni hansı kimi mübahisəli anlar var, onlar olacaq. Hər hamısına yox. Bildiyimiz kimi FIFA referisisiz və FIFA referisi kimi təyinat verilsəydi və belə bir seçim sizin qarşınıza qoysaydı ki, tutaq ki, filan oyunçunun, filan məşhur starın oynadığı bir komandanın milli və yaxud da klub səviyyəsində fərqi yoxdur, idarə eləmək hüququ, yəni o sizin özünüzə versəydi, hansı komandanın, hansı ulduz futbolçunun oynadığı komandanı idarə eləmək istəyərdiniz? Yəni o 90 dəqiqə o oyunçunun oynadığı oyunu, o həyəcanı yaşamaq istəyirsiniz. Mən Messi deyərdim, çünki mən özüm əvvəllər Barselona fanatı olmuşam. Yəni qatı Barselona fanatı olmuşam. Sonradan işdən, gücdən vaxt olmadı baxmağa və sonra baxmadım. Həm də hakimlik də təbii ki öz sözünü dedi. Yəni Messinin olduğunda Argentinada olmaq istəyirəm. Messi demişkən, Messinin yəqin məlumatınız var. Yəni bu yaşında 38, artıq 39 oldu. 39 yaşında, yəni hazırda Bombardier 6 golla Bombardirdir. Bəli. Yəni həqiqətən də adam dayanmaq bilmir, yaşına meydan oxuyur. Məsələ də təşəkkür edirəm, çox maraqlı mövzuya toxundu. Mənə də maraqlı gəldi Günel xanım. Siz bəs o dediniz indi Messinin oyunu idarə etmək. Siz bəs ən çox idarə etmək istədiyiniz oyun hansıdır karyeranızda? Yəni dünya çempionatı finalı, Çempionlar Liqası finalı və yaxud Avropa çempionatından hansısa bir oyun? Mənim ən böyük arzum Çempionlar Liqasının final və yarım finalıdır. Yəni fərq etmir. Çempionlar Liqasının hər bir oyunu da, yəni problem yoxdur. Mənim ən böyük arzum odur. Və ən böyük arzum odur ki, oğlanlarla xaricdə UEFA və ya FIFA oyununda xanım hakim kimi idarə eləmək. Görürəm bəzən oyunlarda, Qarabağın oyununda da görmüşəm, xanım köməkçilər. Yəni arzularımdan biri, iki arzum var. Bir odur, bir də bir Çempionlar Liqası, bir də bizim oğlan hakimlərimizdən oğlan oyunda olmaq xaricdə.
gibi hakim olmaq olsa çətindir. Yəni bu hər kəsə məlumdur. Təbii ki, bütün futbolla maraqlanan insanlar bunu bilirlər, qəbul edirlər. Və sizdə qadın hakim olaraq əlavə bir çətinliyiniz varmı bu oyunda? Çünki bilirik ki, indi biz arzuluyuruq, təbii ki, istəyirik ki, qadın hakimlərimizin sayı artsın. Kaş hamı sizin kimi arzulayaq. Kişilər ola bilər, amma şəxsən mən yəni bəyənirəm, sevirəm. Çünki kişilərlə eyni sayda qadın hakimlərimiz olsun və oyunları idarə eləsin. Yəni o sizdə bu xüsusi bir çətinliyi var. Yəni hakim olmaq dediyimiz kimi yenə də çətindir. Bəs qadın hakim olmağın hansısa bir çətinliyi var əlavə? Çətinlik odur ki, mən FIFA və elit hakimiyəm. FIFA üçün bu ehtiyac yoxdur, çünki biz xanım oyunlarına gedirik FIFA-da, amma Azərbaycanda elit hakimlər oğlan normativi verirlər, kişi normativi verirlər. Mən kişi normativini verirəm hal-hazırda. Artıq neçə illərdir bilmirəm, yadımdan çıxıb. O normativlər mənə çətindir. Yəni oyun mənə o qədər çətin deyil. Çünki oyun elədikcə artıq hər qərarı saniyədə verirsən deyə rahat olur sənə. Normativlər çətindir. Çünki biz indi çempionat avqustun 14-ü başlayır mən bilən. Biz yayda imtahan veririk. Yayda istidə imtahan vermək də çox çətindir. Elə oyun idarə eləmək də çox çətindir. Bunun qışı da var. Ona görə bir dənə normativlər mənə çətin gəlir. Mən maraqlıdır. Siz məsəl üçün tutaq beynəlxalq oyunları qoyduq qırağa. Yəni daha çox intensiv təyinat alarsınız ölkə Premyer Liqasına da. Ölkə Premyer Liqasında da artıq məsəl üçün çox dominantlıq edən klublarımız var. Artıq belə Azərbaycan Premyer Liqası səviyyəsində ulduz futbolçular var. Yəni onu da qəbul etməliyik. Artıq Avropa Liqası, Çempionlar Liqasında oynayan komandalarımız var. Yəni onlar oyununu idarə edərkən, onların oyuna hakim kimi meydana çıxarkən özünüzü belə də bir qadın kimi necə motivasiya edirsiniz ki, məsələn, o cür oyunçulara, o cür komandalara qarşı oyunda yəni oyunçuların münasibəti falan necədir bəs yəni? Vallah mən oyuna çıxanda sözün düzü mənim üç yaddaşım çox zəifdir. Heç bir futbolçu mənim yadımda qalmır. Ona görə mən evdə əlavə oturub Əslində bu yaxşı bir şeydir bir hakim üçün. Hakim üçün məncə yaxşı bir şeydir. Çünki çox diqqətsizəm. İndi sizlə danışdım, siz yadımda qalacaq. Bir insanla münasibətdə olmasam, o insan mənim yadımda qalmır. Yəni oyunçular çıxıramsa hansı bir məşhur oyunçudur, mən həmin oyunçunun üzünə baxmıram. Hətta görüşəndə belə mən futbolçuların üzünə baxmıram. Məndən asılı olan bir şey deyil. Bir dəfə müəllimim belə mənim dərsdən çıxardıb ki, sən məni yolda görüb salam verməmisən. Dedim müəllim, sizi görməmişəm də. Yəni hörmətsiz kimi yox, diqqət eləmirəm. Yolda gəzəndə də diqqət eləmirəm. Yəni ona görə mənim fərqi yoxdur komandalar, ya məşhur futbolçu. Motivasiyanız sırf belə deyil. Motivasiyam özümdür. Motivasiyam özümdür ki, özümdən fəxr edirəm ki, mən belə oyunları idarə edirəm. Motivasiyam özümdür. Yəni hansısa futbolçu ya komanda mənə motivasiya vermir, özümə motivasiya. Bayaq Muradın sözünə reaksiyanız mənim diqqətimi çəkdi. Qadın hakimliyi, gənc qızların hakimliyə gəlməsi ilə bağlı mənə elə gəlir ki, yəni siz də müəyyən çətinliklərlə qarşılaşmısınız. İstəyir meydanda, istəyir meydandan kənar azarkeşlərin reaksiyası filan. Bəs oyun hansı elə bir oyun olubmu ki, məsəl üçün gözlənilməz bir hadisə ilə, maraqlı bir sizin özünüzə də belə qəribəgə, belə bir situasiya ilə qarşılaşmısınız? Bir dəfə hələ mən hakimliyə təzə başlamışdım. Hardasa 4 il, 5 il uşaq liqaları edirdim və ikinci köməkçi idim. Ofsayt qaldırdım. Üzdən biraz lap uşağa oxşuyuram mən. 24-25 yaşım vardı bəlkə də. Bir dənə azərkeş qışqırdı ki, balaca uşağı gətirmişsiniz, nə bilir, ofsayt nədir, təzə uşaqdır gətirmişsiniz, elə 18 yaşı yoxdur. O maraqlı an qalıb, mənim çoxdan olub, həm hələ də unutmamışam o anı. Bir də Neftçi difai oyununda, kubok oyununda yenə ikinci köməkçi idim. Azərkeşlər, Neftçinin azərkeşləri qışqırırlar ki, oxumaqını oxuyurlar mənim üçün. Bakavoy boy, bakavoy boy. O mənim yadımda qalan. Onu da belə mən naşikdən eşitmirdim. Mənim baş hakim köməkçilər mənə dedi ki, sənin üçün mahnı oxuyurlar, qulaq as. O yadımda qalan bir an olub. Bir də xaricə bir dəfə getmişdim. Mənim ilk təyinatım idi, UEFA təyinatım Montenegroda. Orada gələndə də başımıza bəzi hadisələr gəldi, onu danışmaq istəmirəm. Çox çətin bir uçuş oldu. Oyunda da mənim ilk təyinatım idi və illərdir ki, mən oyuna getmirdim. Çünki baş hakim qız yox idi. Bizdə oyun baş hakimə gəlir, biz onunla bir yerdə gedirik. Oyun 22-23 idi. Bir dənə yağış başladı oyunda. Belə silirik üzümüzü, meydanı görmürük. Oyunu saxladıq, məcbur oyunu saxladıq. Dedik ki, texniki zonada biraz qalaq, dayanar, davam eləyərik də. Nə dayanar? Bir də görə futbolçular hamı qaçıb oyuna. Biz qalmışıq. Biz dedik biraz gözləyək, sonra dayanar, təzədən davam eləyər. Oyunçular qaçıb. İnspektor da bizə oradan belə əl eləyir ki, gəlin də nəyi gözləyirsiniz?
Mənim ilk turnirim idi. Yəni alınmırdı da, bir türlü oyun alınmırdı. Səhərsiz oyunu keçirdik. Orada zəlzələ oldu axşam. Vay vay. Yəni həmin turnir mənim də hər şey unudulmaz səfər olub da. İlk səfərim idi və çox unudulmaz səfər oldu. Mənim yadımdadır. Siz indi qadın hakim kimi bu qədər çətinliklərdən keçmisiniz. Yəni bəs Azərbaycanda sizcə bu qadın hakimlərin sayının artması üçün nəsə eləmək lazımdır? Yəni nəsə eləmək üçün birinci xanımlar üzrə gəlmədilər. Çünki mən də həvəslə gəlmişdim. Düşünmürdüm ki, mən elit olacağam, FIFA olacağam. Bəli. Yəni bunların heç birini düşünmürdüm. Həvəs olmalıdır. İndi bizdə AFFA-da hər bir şərait var. Bəli. Dərslər, məşqlər keçirilir. Hər qruplara bölünür də. Yəni hamı bir yerdə məşq eləmir. Bizdə elit ayrı məşq eləyir, Bəli. birinci liqa, ikinci liqa ayrı məşq eləyir, təzələr hamısı ayrı-ayrı məşq eləyir. Yəni hər bir şərait var. Gələr, qaçan, imtahan verir, testlərdə imtahan verir, oyunlarını alır. Yaxşı nəticə eləyəndə, yaxşı oyun idarə eləyəndə pillə-pillə qalxır. siz bəs gənc qızlara tövsiyə edərdiniz bu sahəni seçməyə? Tövsiyə var, mən işimi çox sevirəm həqiqətən də. Belə deyim də, işimlə nəfəs alıram, çox sevirəm işimi. Həvəsdir, gəlmək istəyən xanımlar, məndə çox gözəl işdir, çox qürur verici işdir. Kişilərin içindəsən, xanımsan. Mən ömür boyu kişilərin içində olmuşam deyə mən öz işimdən və özümdən çox fəxr edirəm. Gələr FIFA olacaqlar, xaricə gedəcəklər, xarici dostlar olacaq. Dünya görüşlər artacaq. Nə bilim, pul da pis deyil. Yəni maaşı da alırıq, bilirik ki, normal işimiz var. Öncə sevməlisən yəni o işi. Çox gözəl. Mənim üçün çox gözəl işdir. Yəni gələn peşman olmaz. Yəni futbola həvəsi, futbola sevgisi olan xanımlar üçün məncə yəni əziyyətli işdir, amma yəni dəyir. Sizin bu müraciətinizdən sonra xarici səyahət eləmək məqsədi ilə, sırf pul üçün, bəlkə də üst tutanların sayı artacaq. Amma bu işə sırf ona görə gəlmək lazım, yoxsa bu işi sevib gəlib. Sevəndən sonra istənilən bir işdə belədir ki, insan onsuz da o siz qeyd elədiyiniz şeylər puldur, nə bilim o səyahətlərdə, onlar hamısı gəlib özünü tapacaq. İlk öncə məncə işi sevmək lazımdır. Pul üçün gələ bilərlər. Amma hakimliyə gələndən sonra biləcəklər ki, pulun önəmi yoxdur. Hakimlik elə bir işdir ki, sən onda o pulu qazanmaq üçün əziyyət çəkməlisən. Yuxarı qalxmalısan və işi istər-istəməz sevirsən. Mən elə bir hakim görmürəm ki, o işini sevməsin. Desin ki, gedirəm oyunumu eləyib pulumu qazanacağam. Da elə hakim deyil. Hamı məsuliyyətlə yarışır, oturur oyunları izləyir. Pul üçün gəlirlər, amma o pul sonradan ikinci növbəyə keçir. Əsas hakimlikdir. Bəs o oyunlarda qazandığınız təcrübə, məsələn, kritik məqamlarda qərar vermək, soyuqqanlı davranmaq, yəni oyunçularla, məşqçilər korpusu ilə o münasibəti saxlamaq, bunlar real həyatda da, yəni oyundan kənarda da bizə bir kömək olur, bir praktik təcrübə olur sizin üçün. Mən real həyatda çox deyib gülən biriyəm. Kənardan əslində elə görsənmirəm, qaşqabaqlı görsənirəm, özümdən razı görsənirəm, amma həyatda mən çox deyib gülən biriyəm. Evdə üstündə fit sat belə gəlsin. Yəni çox deyib gülən biriyəm, amma meydanda mən tamamilə başqa biri oluram. Çünki o hakimlər bəzən oyunlamaya gəlib baxırlar. Tanıyırlar da mənim xasiyyətimi artıq bilirlər. Bir yerdə oyuna gedib gəlirik, bir yerdə məşq edirik. Deyirlər ki, tamam ayrı adamsan da. Yəni meydanda mən tamam dəyişirəm, başqa adam oluram. Çöldə başqayam, meydanda başqayam, evdə başqayam, dostlarımla başqayam, həmişə fərqli-fərqli oluram. Bəzən olur ki, Azərbaycanlı hakimlər beynəlxalq oyunlara təyinat alırlar. İndi olur ki, həmin o təyinat aldığı oyundakı komandada növbəti mərhələdə Azərbaycan hansısa bir təmsilçisi ilə rəqib düşür. Olur ki, bəs ola bilər ki, məsələn, həmin komanda hakimə müraciət edib ondan soruşsun ki, o komandanın oyun tərzi barədə necə oynayır, nə tər oynayır, taktikası necədir? Bəlkə də soruşa bilər, hakimlə münasibəti yəni yaxşıdırsa, yaxınlıq varsa, amma mənim başıma gəlməyib. Həm də UEFA adətən onlara nəzarət edir. Əgər belə bir şey olursa, bəlkə nəyisə qarışıb ya komanda uduzub nəsə olub, amma UEFA adətən onlara nəzarət edir. Hətta o qədər incəliyə qədər fikir verirlər. Çünki bəzən hakimlər finala təyinat almalıdır, amma həmin komanda öz ölkəsindən olan komanda oynayır deyə həmin hakim təyinat ala bilmir. Yəni UEFA onları nəzərə alır həmişə. Maraqlı bilirsiniz nədir? İndi siz hakim kimi məsələn oyunu idarə edirsiniz. Baxırsınız ki, məsəl üçün Muradın qeyd elədiyi kimi bir vaxt idarə elədiyiniz komanda tutaq ki, məsələn bizim Azərbaycan komanda klublarından birindən oynayır və oyuna baxırsınız, məsəl üçün siz artıq əvvəl idarə eləmisiniz axı onların oyununu. Artıq bilirsiniz ki də kənardan həm də eyni zamanda hakimlikdən əlavə həmin komandanın zəif nöqtələrini də görmək. Hər hakimdə olur, amma elə hakimlər var ki, artıq baxan kimi bilir ki, filan komandanın məsəl üçün də filan mövqeyi zəifdir, boşluq var. Adam ola bilər ki, məsələn, düşünmüsünüz ki, kaş buranı, məsələn, baş məşqçi bunu düzgün analiz eləyərdi və bu bizə Azərbaycan klubuna qələbə gətirərdi. Yəni elə bir tendensiya ilə qarşılaşmısınız. Valla çünki
Məncə mən qarşılaşmamışam, çünki mən azarkeş kimi, məşqçi kimi baxmıram, hakim kimi baxıram oyuna. Ona görə mən düşünmürəm ki, bu müdafiəçinin boşluğu nədir, hücumçunun boşluğu. Mən boşluqlara baxmıram. Siz onu yəni mən ola, yəni məşqçi deyiləm və azarkeş deyiləm. Mən azarkeş kimi baxsam, bəlkə də yenə azarkeş kimi baxsam da bilərəm. Amma digər bir məqam da var ya burada. Məsəl üçün indi ən çox son dövrlər istənilən baş məşqçi və ya da onun köməkçiləri qarşılaşacağı rəqib komandada nəyə diqqət edirlər? Onu diqqətimi çəkir ən çox. Həmin komandada oynayan aqressiv oyunçular kimlərdir? Məsələn, hakim bunu daha yaxşı bilir. Hakim bilir ki, sarı kart kimə verir. Hakim görür ki, məsəl üçün ən çox falan oyunçu kobud oynayır. Bir dəfə, iki dəfə xəbərdar növbəti sarı kart gəlir, daha ciddi qərarlar verilir. Məsəl üçün o məsələdə hakimin tutaq ki, məşqçidən daha yaxşı analiz etmək qabiliyyəti ola bilər ki, kaş məsəl üçün bu oyunçunu vaxtında diqqət yetirib görərdilər, ona qarşı daha belə həssas oynayardılar. O bilirsiniz necə olur? Biz məsəl üçün mən hansısa bir oyuna təyinat alıramsa, mən həmin oyunu komandanın oyununa baxıram. Yəni bilirsən də artıq məsəl üçün 8 nömrəli oyunçu bu təhlükəli oyunçudur. Hakimlərlə də danışırıq. Qayda pozuntusuna meyillidir. Hakimlərlə danışırıq ki, 8 nömrəni nəzarətdə saxla. Simulyasiya eləyə bilər məsələn. Aysa o simulyasiyada elə çox olur. Çox oyunçu var ki, özünü atır. Bilirik ki, artıq bu simulyat oyunçudur. Bunu nəzərimizdə saxlayırıq. Ya hansı oyunçu sarı kartı, qırmızı, kobud oyunçudur. Onları nəzərimizdə saxlayırıq. Yəni biz həmişə onu nəzarətdə saxlayırıq. Bir də mən maraqlı bir şeylə qarşılaşmışdım Təməz. Təxminən 1-2 il bundan əvvəl olardı. İngiltərədə hakimlər arasında sorğu keçmişlər. Hakimlərin 90%-i oyundan əvvəl baş hakim, yəni komandaların taktiki analizlərini analiz eləyir və ona məlumat toplayır ki, məsələn bu komanda daha çox əks hücumda oynayır. Yəni bu oyunda buna hazırlıqlı olmalıyam ki, bunlar əks hücum oynayacaqlar, daha sürətli məsəl üçün geriyə qayıtmalıyam mən də komanda ilə bir yerdə. Və yaxud bu komanda topa sahib olma oyunu oynayır. Yəni bu oyuna diqqət etməliyəm ki, klublara görə taktiki hazırlıq keçirlər. Və bir də çox maraqlı bir məsələ var. Gasperini Atalantada baş məşqçisi olanda Alejandro Gomez var idi, balaca boy futbolçu idi, yadıma gəlmir. Hə, çox qəşəng futbolçu idi. Hə, sonra Sevillaya. Deməli futbolçuya tapşırıb ki, bunu deyim, prosta maraqlı bir söhbət kimi, özümün də çox xoşuna gəlir bu söhbət. Futbolçuya tapşırıb ki, sənə sərbəstlik verib meydanda və sonra görüb ki, futbolçu biraz qol cəhətdən, as cəhətdən geri qalır digərlərindən. Tapşırıb ki, sən meydanda həmişə hakimi izlə. Futbolçu bunu başa düşməyib, sonra ona izah edib ki, hakim həmişə meydanda hansı mövqe boşdursa, orada dayanır. Hakimin dayandığı yerdə oyunçu olmur heç vaxt. Yəni rəqib oyunçu olmur. Ondan sonra Alejandro Gomez özü də açıqlamışdı ki, yəni ondan sonra mən daha çox qol vurmağa başladım və başa düşdüm ki, hakimlər doğrudan da meydanda elə bir mövqe seçirlər ki, yəni futbolçulardan belə daha yaxşı mövqe seçirlər. Baş hakimlər hətta futbolçulardan belə çox qaçırlar. Bəli. Statistika odur ki, futbolçulardan çox. Çünki futbolçu öz mövqeyindən qaçır, baş hakim bütün meydanı qaçır. Bayaq bir şey deyəcəydim, yadımdan çıxmamışdı. Hətta bəzi komandanın məşqçiləri var ki, onlar deyirlər ki, bu hakimdən ehtiyatlı ol, bu hakim kart verən hakimdir. Ya bu hakim ciddi hakimdir, ehtiyatlı olun, artıq əski danışmayın. Yəni diqqət edin, etiraz eləməyin, tanıyırlar. Çünki elə hakim var ki, etirazı hardasa keçir, elə hakim var ki, gələn kimi çıxardır. Məşqçilər də artıq hakimi tanıyır. Günel xanım, biz sizə təşəkkür edirik bir daha iştirak elədiyiniz üçün. Sizə karyeranıza uğurlar arzulayırıq. Mən də, Təhməz də biz istəyərdik ki, doğrudan da sizin idarə etdiyiniz oyunları, Çempionlar Liqasının finalı, Çempionlar Liqasının yarı finalı, Dünya Çempionatı oyunlarını gərək doğrudan meydandan izləyək və yaxud televiziyadan izləyək. Biz də baxaq, bir Azərbaycan olaraq fəxr edək, qürur duyaq ki, bizim Azərbaycanlı hakimimiz belə bir yerlərdə oyun idarə edir, qərar verir və bunu səmimi qəlbdən sizə arzulayırıq. Bizim Oxal sayt adına sizə bir hədiyyəmiz var. Zəhmət olmaz onu bizdən qəbul eləyərdiniz. Çox sağ olun. Ümid edirəm, ürəyiniz olacaq, xoşunuza gələcək. Hədiyyənin hər cürəsi xoş olur. Çox sağ olun, təşəkkür edirəm. Bir daha dəvətimizi qəbul edirsiniz. Siz sağ olun, çox sağ olun. Futbolda hakimlikdən danışdıq, hakimlərin qərarlarından, hakimlərin futbola yanaşmasından və futbola hakim gözü ilə baxmaqdan danışdıq. İndi isə sizə də sualımız var. Sizin indiyədək qarşılaşdığınız ən kritik hakim səhvi hansı olub? Zəhmət olmasa fikirlərinizi YouTube-da, Facebook-da, Instagram-da, TikTok-da və digər bütün sosial platformalarımızda şərh bölməsində bildirin. Top artıq sizdədir.